الفاتحة. اللهم صل على محمد وآل محمد. السلام عليك أيها الشهيد إلى روحنا المرحومين المغفورين المنويين حق محمد وآله بالفاتحة. Allah rahmet eylesin. Tüm şehitlerimize rahmet eylesin. Kalanları saklasın. Valideynlerine sabır versin. Allah topraktan küçünlerin hamısını. Çok sağ olun Cenab-ı Hak. Sağ olun, var olun. Siz sağ olun. Bu halk için canını kurban vermiş bütün şehitlere rahmet. Onların hatirəsi həmişə bizim için əzizdir. Baxma, müxtəlif şəraitdə həlak olanlar. Hər halda döyüş şəraitində də həlak olub, xidmətdə də həlak olub, yolda hərəkət olub. Allah hamısına rəhmət. Allah sizden de razı olsun. Allah Allah sizden bir daha yine teşekkür edirik. Siz de bir qəhrəmansınız. Hər bir işin öhdəsindən, layiqindən gəlirsə, təkcə qəhrəmanlıq səngərdə olmur. Qəhrəmanların böyücü də sizsiniz. Minnətdaram Cənab Hak. Sağ olun. Sizin köməkliğiniz. Sizin köməkliğiniz. الفاتحة. المغفور المعلوم حق محمد وآله بالفاتحة. Qiymətləndiririk, sağ olsun. Müəllimlər də işıqlandırırlar, sosial şəbəkə dəstəkliyor. Minnəttar. Buyur Hacı, buradan. إلى روحنا المرحومين المغفورين المنويين حق محمد وآله بالفاتحة. ما صلى الله محمد وآل محمد. السلام عليك أيها الشهيد إلى روح المرحوم المغفور المعلوم حق محمد وآله بالفاتحة. Valideynler bilsinler ki bu iş devam ediyor. اللهم صل على محمد وآل محمد. السلام عليك أيها الشهيد إلى روح المرحوم المغفور المعلوم حق محمد وآله بالفاتحة. اللهم صل على محمد وآل محمد. اللهم صل على الوالدين بالفاتحة. Ulemalarınıza rahmet eylesin. Allah razı olsun. محمد وآله بالفاتحة. Benim görüşmek Sağ olun, çok sağ olun. Minnettar. Sağ olun, var olun. Teşekkür ediyoruz. eziyet çekmez mi? اللهم صل على محمد
Fatiha. Selamun Muhammedin ve Ali Muhammed. Allahümme salli ve Allah'ın saklasın. Allah onlara rahmet eylesin. Selamun aleyke eyyüheşşehîd. İlâ ruhil merhum ve mehfûril ma'lûm. Bi hakkı Muhammedin ve âlihi bil Fatiha. Allah cami şehitlerimize rahmet eylesin. Allah rahmet eylesin ki Allah bize duası sağ etsin olun. inşallah. Sizə təşəkkür edirəm ki, belə evlatlar tərbiyə eləmisiniz. Bugün sizin simanızda bütün kəndimizin şəhid valideynlərinə, yaşayanlara başsağlığı veririk. Allah'tan dünyasını dəyişənlərə rəhmət edirik. Bir daha sizə öz hürmətimizi, izzətimizi, minnətdarlığımızı bildiririk. Sizin də, yoldaşınızın da, şəhid valideynlərinin də, özlərinin də qarşısında həqiqətən bir dəfə də baş əyirik ki, bu günü güzəranı, bu azadlığı, bu firavanlığı siz bizə bağışlayın. Allah prezidentimizi qorusun, Allah şəhidlərimizi. Çox sağ olun cənab başçı. Mən də bir şəhid atası kimi Ağbirçəklər adından, Ağsaqqallar adından sizə və başda Ali Baş Komandanımıza yenə deyirəm, ona can sağlığı versin ki, sizin kimi belə işində peşəkar, təcrübəli, vətənsevər bir insanı bu rayona təyin edir. Hər zaman bizim yanımızdasınız, biz bilirik. Ulu öndərimiz dedi ki, siz övladlarınızı veribsiniz, bizim də borcumuzdur sizin yanınızda olur. Həmin o yolu siz davam elətdirirsiniz. Çox sağ olun, bir daha sizə təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Allah sağ olsun. Çişmazı gel buraya. Gel buraya. Hiç ne olmaz. Gel buraya. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Selamun aleyke. Eyyüheşşehîd ilâ ruhil merhum vel mehfûril ma'lûm. Bi hakkı Muhammedin ve alihi bil Fatiha. Allah sizi sağ olasın. Allah Çok sağ olun. Var olun müəllim. Yenə də bilməlisiniz və Allahı və billah. Siz sahibsiz. Sağ ol, bizim borcumuz. Allah sizə can sağlığı versin. Müəyyən çox başçılar gəlib. Ancaq üzr istəyirəm siz bunun içində seçilməli bir insan olursunuz. Allah sizə də həmişə uca Zaman Allah değersin. hörmətli olasınız. Allah sizi qorusun. Bizim cəmiyyətimizə indi yox, millətimiz, elimiz, xalqımız, Azərbaycanın yaşayacağı 1000 illər boyu ən şərəfli adamlar olacaqlar. Bu şəhidlərimiz, alimlərimiz, üləmalarımız, bir də siz valideynlər. Siz ən şərəfli insanlarsınız ki, belə evlatlar tərbiyə eləmişsiniz. Bir daha Çox sağ olun. dünyasını dəyişmiş valideynlərə rəhmət edirəm. Ölənlərə səbir, xəstələrə şəfa diləyirəm. Allah sizi var eləsin, Allah şəhidlərimizə rəhmət eləsin. Bir şeylə təsəlli tapın ki, sizin kimi biz də onları unutmayaq. Siz necə biz də onların ruhuna ehtiramımızı. Sizin kimi başçılar müəllim, adı üzr istəyirəm başçı olub, mən bağışlayayım bu haqda təhqir eləmirəm. Ancaq sizin kimi gəlməyib. Üzüz olmasın, Allah həmişə bəxt edim, sizi qorusun. Bu masallı da hər vaxt, həmişə sizin tərəfinizi saxlamağa həmişə hazır olmalıdır. Biz birlikdə Nə görə? Bəli. Biz birlikdə. Bu hörməti siz elə bir qazanıbsınız ki, üzr istəyirəm, başçı olub ki, cəmiyyət içinə çıxmağa üzr istəyirəm, yanında, böyründə da bağışlayın. Da nələr gətirməyir. Amma siz isə Mən sizinlə biriyizəm. İsrafı bağışlayın bir vətəndaş kimi cəmiyyətin Mən sizinlə içindəsiniz. biriyizəm. Mən sizin Allah sizə can sağlığı versin. Mən də Çox sağ olun. yüksək kim ola bilər ki? Yox. Sağ olun. Var.
Rahmet eylesin. Rahmet eylesin. Bizim hemkarımız var. Halika hizmet eləmişdi. Allah rahmet eylesin. Allah can ölümlerimizi versin. Gedək. اللهم صل على محمد وآل محمد. السلام عليك أيها الشهيد الأرواح المرحوم. اللهم صل على محمد وآل محمد. السلام عليك أيها الشهيد الأرواح المرحوم المغفور المعلوم. أعوذ بالله من الشيطان. Allah rahmet eylesin kardeş. Allah sizi saklasın. Allah anasını, kalanlarını saklasın. Allah cami şehitlerimize rahmet eylesin. Allah sabır Sağ olun. Allah size. Allah köməyiniz olsun. Arada bir gelsek de həmişə qəlbimizdədir. Hər günümüz şəhidlərlə başlayır. Hər günümüz şəhidlərlə bitir. Rayonumuzun şəhidləri çoxdur. Hər iş günümüzün başlanğıcında Qaşa müəllimi ilə birinci şəhidlərdən başlayır. Sonra gün ərzində yenə günü də bitiririk, yenə də şəhidlərlə. Bu bizim mənəvi borcumuzdur bir tərəfdən. Bizim üçün şərəfdir, digər tərəfdən. Üçüncü tərəfdən dövlətimizin bizim çiynimizə qoyduğu görevdir. Və həm də rayonumuzda şəhidlər də çoxdur. Bütün rayonumuzda 300 nəfərə yaxın şəhidlər var. Sadəcə bunu demək istəyirəm ki, yəni hər gün xatirimizdəsiz, sizi həmişə xatırlayırıq. Biz sizə şəhidlər qədər, şəhidlərdən də artıq sizə minnətdarıq. Şəhidlərin borcunu vermək mümkün olmadığı kimi, ananın da borcunu vermək mümkün deyil. Bizim başsağlıqlarımızı anaya da çatdırın. Allah qılarlar. Sağ olun. Allah razı olsun. İşte gündən sağ olun. Allah təşkil edin. Allah olan ruhunu sizlere duasını etsin. المرحوم المغفور المعلوم بحق محمد وآل محمد. Allah sizden de sağ olun. Biz de mani değiliz. Biz de mani. Büyük minnettarım. Sağ olun adam benim. Allah sizden razı olsun. Siz sağ olun. Çok sağ olun. Sizin simanızda bir daha Allah bütün valideynlere çok sağ olun. sağlığı verin. Allah bütün şehitlerimize ruhunu sizlere duasını etsin. Yaralılara sağalmaq arzu, xəstələrə şəfa arzu. Bir daha deyirik ki, Allah şəhidlərimizə rəhmət eləsin. Dalınca deyirik, Allah millətimizi, xalqımızı, prezidentimizi, ordumuzu qorusun. İnşallah. Onlara minnətdarıq, ya ölənə qədər ki, bu həyatı bizə Bütün bəxş edin. şehitlerimizin ruhlarını onlara duasını etsin. Amin. Sağ olun, keçək orada da.